Siz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizə qiymətləndirmə bölməsində ən maraqlı və düşündürücü testlərin izahını təqdim edəcəm. Onu da qeyd edim ki, qiymətləndirmə çox önəmli mövzulardan biridir. Mütləq şəkildə sənin qiymətləndirmə ilə bağlı bir və ya iki sualın düşəcəkdir. İstəyir sertifikasiyada, istəyir miqdə. Bu arada imtahana da qısa müddət qalıb. Qısa müddət qalsa da həyəcanlanmağa gərək yoxdur. Əgər siz bu vaxtdan da səmərəli şəkildə istifadə edərsinizsə, bilmədiyiniz, sizə çətin gələn məqamları aydınlıq gətirə bilərsiniz. Gəlin 180-cı testlə başlayaq. Deyir ki, 180-cı testdə debat zamanı mövqeyini müdafiə etmək üçün arqumentlərin kifayət qədər əsaslı deyil. Buna görə də çıxışını təhlil edib dəyərləndirsən, nəticəni yoldaşlarınla müqayisə et. Həmçinin növbəti debatlarda reqlamentdən kənara çıxmamağa diqqət yetir. Deyir, verilən situasiyaya ziddi tap. Bax, bu zid söhbəti var, zid. Səni çaşdırmasın. Yuxarıda əgər yaxşı fikir deyirsə, onun əksini tapacaqsan. Yox, əgər yaxşı olmayan fikir deyirsə, yenə də onun əksini tapacaqsan. Bir dənə gəlin baxaq. Yuxarıda müəllim sanki uşağı ancaq elədiyi fikirləri inkar edir. Sanki burada biraz sərtlik var da. Deyir ki, yoldaşlarınla müqayisə et, həmçinin reqlamentdən kənara çıxma. Arqumentlərin kifayət qədər əsaslı deyil, ancaq inkar edir. Əslində isə müəllim düzgün rəy verməlidir. A-da deyir ki, şagirdləri müxtəlif sinif fəaliyyətlərinə cəlb etməklə onların öyrənmə prosesində aktivliyini təmin etmək mümkündür. Doğrudur. Bu fikir öz payında öz doğruluq payı var. Amma mənim situasiyamda şagirdin sinifdən qeyri-fəal olduğu görsənmir. Ona görə də mən bunu götürməyəcəm. Diqqət yetirin ki, bəzən narazılıq edirsiniz ki, ay müəllimə, bəs bütün variantlar oxşardı. Mən bilmədim hansını götürüm. Bütün variantlar doğrudur da, doğru da. Dediyim kimi, amma sənin situasiyanla əlaqəli olmalıdır. B-də deyir ki, şagirdlərin sinif qaydalarına əməl edib etmədiklərini müşahidə edib, onlarda davranış pozuntusuna səbəb olan hallar barədə informasiyanı əldə etmək mümkündür. Burada şagirdin hər hansısa bir davranış pozuntusu ilə bağlı situasiya yoxdur. C-də deyir ki, şagirdlərin fəaliyyətindəki uğurlu məqamlara istinad etməklə onlarda özünə inam bacarığı formalaşdırmaq olar. Əslində müəllim bunu etməlidir. Digərlərini oxumağa gərək yoxdur. Y-də valideyndən söhbət gedir. Burada heç valideynlə bağlı bir şey yoxdur. Burada da D-də də deyir ki, şagirdin SEO bacarıqlarla danışır. Burada şagirdin emosiyaları ilə bağlı heç nə fikir verilməyib. Ən doğru cavab elə C-dir. Çünki müəllim orada ancaq negativə köklür, inkar deyir. Amma əslində isə müəllim nə etməlidir? Uğurlu məqamlara istinad etməlidir, özünə güvən formalaşdırmalıdır. Düzgün rəy nədir? Həm düzü deyirsən, həm səhv edirsən, üstəgəl də yol göstərirsən. Nə çox tərifləmirsən, nə də çox pisləmirsən. 180-də C variantıdır. 181 dərs prosesində sual-cavabda aktiv iştirak etmədin. Ancaq faktoloji sualları düzgün cavablandırdın. Düşünmə tələb edən suallarda cavablandıra bilməməyinin səbəbi tənqidi təfəkkürün zəif olmasıdır. Deyir ki, verilmiş rəyin çatışmayan hissələrini qeyd edin. Görək burada çatışmayan hissələri nədir? Yenə də müəllim ancaq negativə kökləyib daha çox. Deyir, rəy şagirdin çatışmayan tərəflərini daha çox vurğulayır. Bu doğrudur. Biri götürəcəm. Rəy şagird haqqında ümumi məlumat verir. Xeyr. Rəy şagirdə konkret yol göstərmir. Doğrudur. Üçü də götürəcəm. Rəy şagirdə digər şagirdlərlə müqayisəyə yönləndirir. Yox, mən əlini vəlinə, vəlini əlinə müqayisə eləmirəm. Rəy şagirdin keçmiş fəaliyyəti haqqında məlumat verir. Doğrudur. Keçmişə yönəlidir də. Aktiv iştirak eləmədin, düzgün cavablandırmadın. Ancaq keçmiş zaman məzmununu daşıyır. Bu da düzgün olmayan rəydir. Cavabımız olacaq 1, 3, 5. 182-də deyir ki, verilmiş rəy nümunələrindən hansı effektiv deyil, düzgün olmayanı tap deyir. İxtisas biliklərinizdən istifadə etməklə əldə etdiyiniz məlumatların təhlilini aparmağınızı təqdirə layiq edirəm. Yəni, müsbət qarşılayıram. Bu da mümkün həll yollarının səmərəliliyini təmin edəcəkdir. Doğrudur. Yəni, burada bir mənfi, negativ, inkar yoxdur.
Müəyyən edilmiş təlimatlar daxilində irəliləməyin prosesə müsbət təsir edir. Faktlar əsasında mühakiməyə yürütməyə çalışsan da çətinlik çəkirsən. Bu bacarığını lazımi səviyyədə inkişaf etdirməyinə ehtiyacın var. C-də bir davranış qaydalarına əməl etməyiniz uğurlu ünsiyyət qurmağınıza səbəb olur. Yoldaşlarınla fikirləri daha da geniş tanış olmaq üçün açıq suallardan istifadə et. Burada da yenə ünsiyyət problemi var. O da yol göstərir ki, get açıq suallardan istifadə et. D-də bir problemi həll edərkən digər peşə sahiblərinin fikirlərindən yararlanmağınız müsbət haldır. Bunun məzmunu dolğunlaşdıracaqsan. Sizcə vizual təsvir yaratmaq problemi anlamağa kömək edər. Yenə də düzü səhvi deyir burada. Problemin həll yollarını müəyyənləşdirərkən inteqrasiya bacarığından istifadə etməyiniz yaxşıdır. Vaxtı səmərəli şəkildə idarə etmək, hər addımı tamamlamaq üçün müəyyən vaxt təyin etmək faydalı olur. Amma B-də deyir ki, müəyyən edilmiş təlimatlar daxilində sanki bunu çərçivələyir. Üstəgəl də deyir, mühakimə yürütməyə çalışsan da çətinlik çəkirsən. Bu bacarığını lazımi səviyyədə inkişaf etdirməyə ehtiyacın var. Necə inkişaf etdirim? Hardan məlumatlanım? Məni dəqiq təsvir etmir. Ona görə də 182-də B variantı olacaqdır. 183-ə baxaq. 183-də deyir ki, bu dəfə yazdığın essidə keçən dəfə etdiyin səhvləri artıq etməmisən. Deməli, verilən rəylərdən nəticə çıxartmısan. İndi isə daha çox orfoqrafiya səhvləri etmisən. Onları da düzəltmək üçün bir qədər çalışmalısan. Əsas odur ki, fəaliyyətində nəzərə çarpacaq dərəcədə irəliləyişlər var. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Deməli, müəllim neyniyib? Şagirdin ancaq gördüyü uğurları önə çıxardıb da. Keçən dəfə etdiyin səhvləri artıq etməmisən. İndi də orfoqrafiyada səhvlərin var. Onları da düzəlt, çox çalış deyir. Deyir, müəllim dərs prosesində daha çox şagirdin uğurlarını vurğulamaqla onun özünə inamını formalaşdırmağa nail ola bilər. Daha çox uğurlarını vurğulamaqla sən şagirdi mükəmməlçiliyə aşlayarsan, o da şagirddə qapalı düşüncə tərzini formalaşdırar. Bu deyil əslində. Müəllim şagirdin fəaliyyətini onların özləri ilə müqayisə edərək inkişaflarına nail ola bilər. Müəllim şagirdlərin fəaliyyətini stimullaşdırmaq üçün onun fəaliyyətini davamlı olaraq izləməlidir. Müəllim şagird fəaliyyəti haqqında məlumat verərkən onların yalnız uğurlu tərəflərini deyil, həmçinin inkişafa ehtiyacı olan tərəflərini də deyə bilər. Əlbəttə ki, ən doğru variant budur. Çünki müəllim ancaq çatışmayan cəhətləri və yaxud da çatışan cəhətləri yox. Ümumiyyətlə, düzgün rəy tapmaqda çətinlik çəkirsən. Deyirəm ki, situasiyada bax, həm düzü deməlidir, həm səhvi deməlidir. Həm doğrunu deməlidir, həm də yanlışı deməlidir. Həmçinin də sən yanlışı düzəltmək üçün sənə istiqamət verməlidir. 184-cü testə baxaq. Deyir ki, müzakirə zamanı informasiyadan məqsədyönlü şəkildə istifadə etməyə başlamısan. Müzakirədə aktivlik vacib olsa da, başqalarının sözünü kəsmədən fikirlərini ifadə etmələrinə imkan vermək də vacibdir. Növbəti dəfə yoldaşlarınla danışmağa icazə ver. Onların dediklərini dinləyərək refleksiya et. Bu müzakirə prosesinin daha faydalı olmasına yardım edəcək. Müəllimin məqsədi haqqında doğru olanları deyir müəyyən et. Gəl görək müəllimin məqsədi nə üçün doğrudur? Müəllim konkret yollar təklif etməklə şagirdin davranışını tənzimləməsi üçün istiqamət verir. Doğrudur. Çünki deyir ki, müzakirə zamanı informasiyadan məqsədyönlü şəkildə istifadə etməyə başlamısan. Aktivlik vacibdir, amma başqalarının da sözünü kəsmədən, yəni ünsiyyət bacarığında olsun. Bir doğrudur. Müəllim şagirdlərin problem həll etmə bacarıqlarının müşahidəsinə istinad etməklə yaradıcı təfəkkürü formalaşdırır. Burada hər hansısa bir problemli situasiyadan söhbət getmir. Burada ancaq ünsiyyət problemi var. Yəni, hər hansı bir başqa problem yoxdur ki, ünsiyyət bacarığını formalaşdırır. Müəllim məqsədi şagirdin öyrənmə prosesindəkiləri, çətinlikləri əsasən onlarda informasiya savadlığı səriştəsini formalaşdırmaq. Burada şagirdin məlumat araşdırmasında çətinliyi yoxdur. Müəllim yalnız şagirdin akademik deyil, həmçinin SEO bacarığı. Əvvəldə vurğuladığım kimi ünsiyyət bacarığı sosial-emosional intellektə əsaslanır və biz də deyirik ki, sosial-emosional intellekt çox önəmlidir. Şagirdin akademik nəticəsinə də təsir edir. O səbəbdən 184-də D variantıdır.
185-ci suala baxaq. Görək 185-də nə deyir? Deyir, verilmiş rəy nümunələrindən hansı şagirddə sosial bacarığın inkişafına yönəlib? SEO bacarıqları, dinləmək, ünsiyyət, əməkdaşlıq, hissləri cilovlamaq. Tapşırıqların icrası üçün özünə uyğun strategiyalar müəyyən edə bilərsən, lakin problemlə qarşılaşdıqda tez ruhdan düşmə, daxili motivasiyanı qorumaq üçün hansı üsullardan istifadə edə biləcəyini aydınlaşdırmağa çalış. Müzakirədə öz münasibətini aydın şəkildə ifadə edirsən, lakin yoldaşlarını dinləyən zaman danışan fikrini yayındıran hərəkətlərə yol vermə. Əziz müəllimlər, SEO nədir? Qarşı tərəfi dinləmək, səbirli davranmaq, hissləri cilovlamaq, ünsiyyət qurmaq ilə cavabımız B variantı olacaqdır. 186-cı testə baxaq. Verilmiş rəy nümunələrindən hansı effektiv deyil, bizdən effektiv olmayanı istəyir. Gəlin baxaq görək effektiv olmayan hansıdır. Argumentlərini nümunələrlə gücləndirmirsən. Bu müsbət haldır. Konsepsiyaların ardıcıllığını nəzərə alsan, təqdimatın daha uğurlu ola bilər. Bəli, sənə düz yolu da göstərir. Vurğulayır ki, istiqamətləndirsən daha yaxşı nəticə olar. Bu effektiv sayılacaqdır. Yazı işində müxtəlif akademik fənlərlə bağlı məlumatları sintez etmirsən. Bu bacarığı artırmaq üçün analoji düşünmə tələb edən müxtəlif tapşırıqlar üzərində işləyə bilərsən. Doğru yanaşmadır. C-də deyir, məqaləndə müxtəlif mənbələrdən məlumat əldə etmirsən, ancaq onları müəyyən edilmiş meyarlarla cavab vermir. Daha diqqətli yanaşsaydın, bu problemlərlə qarşılaşmazdın, olmazdı. Vaxtında dərsə qoşulsaydın, daha yaxşı olardı. Keçmiş zaman məzmunu var. Əgər keçmiş zaman məzmununu görürsənsə, əlbəttə ki, burada deyəcəksən ki, söhbət düzgün olmayan rəydən gedir. O səbəbdən 186-da cavab C variantı olacaqdır. 187-ci testə baxaq. 187 testdə deyir ki, təlim prosesində şagirdin güclü və zəif tərəflərini müəyyənləşdirmək üçün müəllim formativ qiymətləndirmə müxtəlif strategiyalarından istifadə edə bilər. Doğrudur. Müxtəlif üsullar var formativdə. Müşahidə var, rəy vermək var, karusel var və s. Diaqnostik qiymətləndirmə zamanı yazılı rəyin portfolyoda saxlanılması şagirdlərə onların ilkin vəziyyətləri haqqında verilən informasiya ilə tanış olmağa imkan verəcək. Əlbəttə ki, doğrudur. Bütün fikirlər doğrudur. Doğrudan doğru götürürəm. Doğrudur. Biz diaqnostik qiymətləndirmə zamanı şagirdin nəticəsini portfolyoda əks etdiririk. Həmçinin müəllim öz qeyd dəftərində, bu da şagird haqqında vəziyyətdən xəbərdar olmağa şərait yaradacaqdır. 188-ci suala baxaq. Aşağıda verilənlərdən hansı fikir sinifdə müəllimin müşahidəsinə aid deyil? Şagirdin akademik fəaliyyəti ilə yanaşı onun davranışı, emosiyaları ilə də bağlı müşahidə aparmaq, bu doğrudur. Çünki müşahidə aparmaq çox önəmlidir. Bu düzdür. Müşahidə mütləq məqsədli olmalıdır, qeydlər aparılmalıdır. Yəni biz deyirik ki, müşahidə formal və qeyri-formaldır. Bunu qeydat da apara bilirsən, doğrudur. Müşahidə zamanı şagirdlərin irəliləyiş və geriləşməsi müəyyən olmağa imkan verir. Bu da doğrudur. Müşahidə etməklə həm də şagirdlərin şəxsiyyət tiplərini də öyrənə bilirsən. Bu da doğrudur. Müşahidə imkan verir ki, müəllim şagirdlərin alt standartları təlim nailiyyətinə nə dərəcədə çatdığını müəyyənləşdirsin. Xeyr, bax bu yanlış cavabdır. Cavabımız elə olacaq Y variantı. Müşahidə yox, qiymətləndirmə icazə verir ki, mən şagirdin alt standartına nə dərəcədə çatdığını müəyyən edim. Düzgün cavabım olacaq Y variantı. 189-da deyir ki, yanlış fikri müəyyən et. Gəlin görək 189-da yanlış fikir hansıdır? Effektiv rəy şagirdin nə gözlədiyini onların diqqətinə aydın şəkildə çatdırır. Doğrudur. Effektiv rəy vasitəsilə şagirdlərin arzu olunan davranışlarını möhkəmləndirmək mümkündür. Doğrudur. Effektiv rəy şagirdin şəxsi keyfiyyətlərini yox. Əlbəttə ki, sən ağıllısan, sən zəkalısan, sən filan kəsin qohumusan yox. Gördüyü işə istiqamət verməlisən. O səbəbdən 189-da cavabımız olacaq C variantı. 190-cı testə baxaq, əziz müəllimlər. Verilmiş rəy nümunələrində hansı şagirdin inkişafını təmin etmək üçün effektiv deyil? Tənliklərin həllində irəliləyiş əldə etmirsən, lakin səhvlərindən qaçmaq üçün
əməliyyatların ardıcıllığını yadda saxla. Daha çox tapşırıq üzərində işlə. Səhvin dedi, yol göstərdi, istiqamət verdi. A doğrudur. Müxtəlif situasiyalarda emosiyalarını effektiv şəkildə idarə etdiyini müşahidə edirəm. Bəzən yoldaşlarının mövqeyini anlamaqda, onlarla empatiya qurmaqda çətinliyim var. Bu yöndə özünü təkmilləşdir. Yəni istiqamət verir. Deyir, SEO bacarıqların zəifdir, öz üzərində çalış. Bu da doğrudur. Suallara verdiyin cavablardan tənqidi düşüncəni inkişaf etdirməyə çalışdığını görürəm. Növbəti dəfə vacib olan əsas nüansları müəyyənləşdirməyə diqqətli yanaş. Bu da sənə yardım edəcək. Burada da yol göstərir. Müxtəlif məsələlər arasında mücərrəd əlaqəni müəyyənləşdirmə bacarığını qənaət edicidir, qənaətbəxşdir. Yəni, informasiya toplayarkən fikir vaxtın düzgün idarə edilməsinə yönəltsən, tapşırığı təhvil verilməsində yoldaşlarını qabaqlaya bilərsən. Ay aman, olmaz axı. Yoldaşlarınla müqayisə etmək, şagirdlə müqayisə etmək olmaz. Niyə görə? Çünki bu şagirdlər arasında rəqabətə kökləyəcək. Sağlam belə olsa rəqabətə kökləyən öyrənmə mühitinə yox deyəcək. Bu da şagirdlər arasında bullying halının olmasına gətirib çıxarda bilər. Əziz müəllimlər, çalışdığım qədər ən maraqlı testləri sizin nəzərinizə çatdırmağa çalışdım. Və çox yorucu olmasın deyə uzun müddətdə videolar çəkməməyə çalışıram. Qısa zaman kəsiyində sizlər üçün az da olsa faydalı olan linklərim varsa, bu mənim üçün çox xoşdur. Siz də nə edirsiniz? YouTube linkini paylaşırsınız. Şərh bölməsində fikirlərinizi yazmağı unutmursunuz. Həmçinin rəy bölməsində hansı mövzuda çətinliyiniz varsa, hansı mövzuların islahına ehtiyacınız varsa, onu da bildirə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.